Güvenirik Allah ile müraciət etmiş şeytandan. Bismillahın Rəhmanın Rəhimin. Həmd Allah üçündür, Rəbbidir aləmlərin. Allahın salamı, sülhü, əminamanlığı, rəhməti, bərəkəti olsun məni bu birbaşa yayımda izləyən, videoda izləyən bütün izləyicilərin üzərinə. Allah hamınızdan razı olsun ki, dəyərli vaxtınızı ayırıb, Rəbbimizin biz bəndələrin üzərinə nazil etdiyi 6236 ayə və 114 surədən ibarət olan, haqla batıla fərq qoyan bu müqəddəs Quran-ı Kərimin ayələri ilə Rəbbimizi yad etmək üçün, Allaha saya salıb, uca tutmaq üçün dinləyirsiniz. Allah hamınızdan razı olsun. Mən istərdim ki, sizlər üçün bugünə qədər bu neçə əsrlərdə ki, Allah Təbarək Təala biz bəndələrini yaradıb və nə üçün bizi yaratdığını və yer üzərində olan din haqqında gedən hadisələrə baxsaq, bugün görürük ki, yer üzərində 8 milyarda yaxın insan var. Ancaq yer üzərində 10 mindən çox dinlər yaradılıbdır. Halbuki o dinlərin heç birisi Allahın dini deyil. Allahın bizlərə nazil etdiyi bu Quranda Allah Təbarək Təala 55-ci surənin 1-ci, 2-ci, 3-cü, 4-cü ayəsində buyurur ki, Rəhman əlləməl Quran, xələqəl insan, əlləməhlü bəyan. Yəni, Rəhman öyrətdi Quranı və sonra xəlq etdi insanı və öyrətdi ona bəyanı. Yəni, Allah Təbarək Təala bizlərə bu Quranda olan ayələrlə öyrədi ki, Allah ilk dəfə insanları yaratmamışdan öncə mələkləri yığır, hər birisinə vəzifə verir. Necə ki, söz aparıb gətirən, insanların ölümünə vasitə olan, sonra insanları imtihan etmək üçün Allah iblisə vəzifə verir. Necə ki, 17-ci surənin 64-cü ayəsində buyurur ki, otur onların doğru yolun üzərində, onları öz səsinlə əyləndir və bütün qoşununu səfərbər ilə onlara qarşı, onların mallarında və övladlarında onlara şərik ol və onlara öz səsinlə əyləndir və onlara qürur vəd ver. Yəni, bu deməkdir ki, Allah Təbarək Təala insanları yaratmamışdan öncə Allah birinci mələkləri öyrədir, sonra insanı xəlq edir. Və Quran insandan öncə yazılmışdı Allah tərəfindən ki, Allah Təbarək Təala 85-ci surənin 21-22-ci ayəsində buyurur ki, bu Məcidin Quranıdır və lövh-ü məhfuzdadır. Yəni, Allah bu lövh-ü məhfuzda olan Quranı içərisində 14-cü surənin 4-cü ayəsində buyurur ki, biz hər bir rəsulu yalnız öz xalqının, öz cəmaatının dilində danışan göndərdik ki, Allahın ayətlərini onlara bəyan eləsin, onlara aydınlaşdırsın, izah eləsin. Əziz məni dinləyənlər, bugünə qədər insanların ixtilafa getdikləri haqqında olan Quranda ayələr var ki, bunun haqqında. Necə ki, hətta bunu deyirlər ki, Məhəmməd əleyhissalam İslam dini gətirib, İsa əleyhissalam Xristiyan dini gətirib, Musa əleyhissalam Yahudi dini gətirib. Ancaq Allah Təbarək Təala Quranda 30-cu surənin 30-cu ayəsində buyurur ki, yönət vəhçini hənif dinə yaratdığını Allahın. Hənif, yəni tək Allahlı deməkdir. Yönət vəhçini o tək Allahlı dinə yaratdığını Allahın, hansı ki bütün insanları Allah o dinin üzərində yaratdı. Yoxdur Allahın qanunda dəyişiklik. Budur doğru düzgün qiymətli din və lakin insanların əksəriyyəti bilmirlər. Deməli, Allah ilk insandan ta qiyamətə qədər yaratdığı bütün insanları Allah bu tək Allahlı dində yaradıb. Və 42-ci surənin 13-cü ayəsində Allah Təbarək Təala buyurur ki, şəriət etdik sizin üçün dində, nə ki vəsiyyət etmişdik onunla Nuha. Odur ki, vəhy edirik sənə, yəni sənin axırıncının yanına gəlir. Və səndən qabaq İbrahimə, Musaya və İsa'ya da dində eyni şəriət verdik, eyni qanun verdik. Deməli, Allahın qanunda dəyişiklik yoxdur. Yəni, Allah Təbarək Təala bütün rəsulları İslam dini üçün göndərib. Quranda da bütün Allahın rəsulları haqqında hansı ki adı çəkilən və çəkilməyənlər var. Allah onların hamısını İslam dinində olduğunu bizlərə söylüyor. Ancaq insanlar bu Qurandan, Allahın ayələrindən, Allahın Quranından uzaq düşdüklərinə görə, bu Quranı bilmədiklərinə görə və insanlar özlərindən uydurduğu müxtəlif cür kitablarla, hansı ki hədislərlə, sünnələrlə bugünə qədər insanları aldatdılar
Allahın dinindən, qanunlarından uzaq saldılar və insanları müxtəlif cür firqələrə, məzhəblərə, təriqətlərə bölərək, birimizi şiə, birimizi sünni, birimizi vahabi edərək bizləri zəlalətə, zülmətə saldılar. Halbuki Allahın dilində şiə, sünni, vahabi yoxdur. Əgər Allahın dilində şiə, sünni, vahabi yoxdursa, deməli, bu şiə, sünni, vahabilər Allahın dilində deyirlər. Ona görə də bu günlərim yer üzərində olan insanları tək Allahın nazil etdiyi bu 6236 ayə 114 surədən ibarət olan haqla batilə fərq qoyan bu müqəddəs Quran-ı Kərimə dəvət etmək üçün Allah Təbarək Təala bizlərə Quranda 14-cü surənin 4-cü ayəsində buyurur ki, biz hər bir rəsulu yalnız öz xalqının, öz cəmaatının dilində danışan göndərdik ki, Allahın ayələrini onlara bəyan eləsin. Rəsul hər bir cəmaatın öz dilində gəlməlidir. Məhəmməd əleyhissalam ərəblərə gəldi, çünki onların öz dilində idi. İsa əleyhissalam aramilərə gəldi, çünki o öz dilində gəldi. Musa əleyhissalam yahudilərə gəldi, öz dilində gəldi. İbrahim əleyhissalam İbrani idi, İbranilərə getdi. Yəni, bugün də Azərbaycanlı xalqının içərisindən, Türk xalqının içərisindən Allah öz elçisini qaldırmaqla və insanlara Quranda olan, insanların Qurandan bilmədiklərini insanlara bildirmək üçün gəldi. Bəli, mən bugün Allahdan, Qurandan o şeyləri bilirəm ki, yer üzərində bunu heç kim bilmir. Çünki Allah Təbarək Təala, yenə deyirəm, insanların ixtilafa getdikləri bir dövrlərdə Allah hər bir millətin, xalqın, cəmaatın içərindən rəsulu qaldırır və ona vəhy ilə ilham verib, açıb öyrədir ki, insanlara bu mesajını çatdırmaqdan ötürü. Necə ki, Allah 5-ci surənin 15-ci ayəsində buyurur ki, de, ay əhli kitab, əlbəttə gəldi sizin üçün rəsul öz nəfsinizdən bəyan etmək üçün. Nədən ki, kitabdan gizlətmişdiniz. Bugünə qədər deyirlər ki, Məhəmməd əleyhissalam sonuncu peyğəmbərdir. Quranda olan ayələrə diqqətlə fikir versək, hər bir dövrdə, hər bir zamanda Allah rəsulları göndərəndə insanlar içərisindən inanmayanlar Allahın rəsullarına qarşı çıxaraq həddi aşdılar. Döydülər, söydülər, təhqir elədilər və istəmədilər ki, Allahın rəsulları o haqqı söyləsinlər. Musa əleyhissalam gələndə qəbul eləmək istəmədilər, öldürmək istədilər. Və Allah Musa əleyhissalama nicat verdi, ona inananlarla bərabər qalanlarını məhv elədi. İbrahim əleyhissalam gələndə öldürmək istədilər və atdılar o da, amma Allah yenə ona nicat verdi. İsa əleyhissalam onu kimi, Məhəmməd əleyhissalam onu kimi. Yəni deməkdən məqsəd odur ki, ancaq öləndən sonra insanlar onları qəbul eləməyə başladı. Necə ki Allah 40-cı surənin 34-cü ayəsində də buyurur ki, əlbəttə bundan qabaq gəldi sizin üçün Yusif açıq aydın bəyanatlarla. Onda ki, nə ilə ki o gəlmişdi, ona şək etməyi tərk etmədiniz. Onda ki, Yusuf vəfat etdi, dediniz ki, Yusufdan sonra bir də rəsul gəlməyəcək. Yəni, bu o deməkdir ki, Allah Təbarək Təala hər zaman rəsulları göndərəndə insanlar inanmırlar. Ona görə də Allah Təbarək Təala Quranda buyurur ki, ay həsrət olsun üzərində bəndələrimin. Elə bir rəsul gəlmədi ki, onu inkar etməsinlər. Bu günlərim doğrudan da yer üzərində 10 mindən çox dinlər var ki, hansı ki, bunu insanlar tərəfindən uydurulub yazılıbdır. Aydındır ki, bu dünyanı idarə edənlər var. O idarə edənlərə sərf eləyir ki, insanlar arasında firqələr, məzhəblər, təriqətlər yaratsınlar. Ancaq Allah Təbarək Təala 30-cu surənin 31-32-ci ayəsində bizə nə buyurur? Bir ona tərəf dönərək ondan bağışlanmaq istəyin və Allaha layiq olun. Vay olsun müşriklərə. O kəslər ki, dinlərini firqələrə böldülər. Oldular şiyələr. Yəni, şiyə yox, şiyələr. Yəni, şiyə, sünni, vahabi. Küllü dəstə, yəni hər bir dəstə öz dininə, öz firqəsinə sevinir. Halbuki, Allah Təbarək Təala bütün firqələrə bölünənləri müşrik adlandırır və bizə də müşrik olmamaq üçün 3-cü surənin 95-ci ayəsində buyurur ki, Allah doğru buyurmuşdur. Tabi olun Hənif İbrahimin millətinə. Çünki o müşriklərdən deyil idi. Bəli, bu hər bir rəsula aiddir və onun ətrafında olan inananlara aiddir ki, Allah Təbarək Təala söylüyor ki, sən o kəslərdən deyilsən ki, dinlərini firqələrə böldülər, oldular şiyələr, onların işi Allaha qalıb, sonra mən xəbər verəcəm onlara, nə ki, əməl etdilər. Əziz qardaşlar, bu günlərim Allah Təbarək Təala bizlərə Quran göndərib və bu Quranın içərisində 51-ci surənin 56-cı ayəsində bizə buyurur ki, mən insanları və cinləri yaratdım ki, mənə bəndəlik eləsinlər. Bəndəlik, yəni ibadət eləsinlər. Bəndəlik sözünün kökü bənddir. Yəni biz Allaha bağlı olmalıyıq. Necə ki, insan var ki, siqaretə bağlı olur, insan var içkiyə bağlı olur, insan var hər şeyə bağlı olur. Ancaq Allaha bağlı olmaq hər şeydən üstündür.
Əgər biz Allaha bağlı olarıqsa, əlbəttə ki, ayağımız yerə dəyməz. Ona görə də Allah deyir ki, mən insanları və cinləri yaratdım ki, mənə bəndəlik eləsinlər. Biz Allaha bağlı olmalıyıq, Allaha bəndəlik eləməliyik. Yəni, Allahın bu 6236 ay əmrlərinə əməl eləməliyik. Əgər mən bu Quranı qoyub, Qurandan başqa insanlar tərəfindən uydurulmuş hədislərlə, sünnələrlə yol getmiş olaramsa, o zaman mən Allaha tərəf getmiş olmaram. Çünki bu Quranın müəllifi Allahdır. O hədis və sünnələrin müəllifi isə insandır. Bu müəllifi, Quranın müəllifi olan bizə buyurur ki, kim istəsə bu Quranı götürüb mənə tərəf yol gələ bilər. Ancaq kim hədisi, sünnəni götürsə isə, o hədislərin, sünnələrin müəllifinə tərəf yol getmiş olar. Ona görə də mən bütün insanları dəvət edirəm ki, ancaq Allahın nazil etdiyi Quranla yol getsinlər. Çünki Allah Təbarək Təala 17-ci surənin 9-cu ayəsində buyurur ki, ən doğru yola hidayət edən Qurandır. Və 2-ci surənin 2-ci ayəsində isə buyurur ki, bu kitabda heç bir şək şübhə yoxdur, hidayətdir müttəqilər üçün. Əgər biz müttəqi isə, müttəqi olmaq istəyiriksə, 2-ci surə, Bəqərə surəsinin 177-ci ayəsində Allah bizə müttəqilərin sifətini söylüyor. Əgər biz o əməlləri öz həyatımıza tərtib edib yaşayırıqsa, o zaman müttəqi olarıq. Bu günlərim Allah Təbarək Təala Quranda bizə buyurur ki, 3-cü surənin 19-cu ayəsində, din Allah yanında İslamdır. İslam nədir? Bu günlərim yer üzərində olan istər müsəlmanlar olsun, istər başqa dinlər olsun, hamısı özlərini Allahın dinində və özlərini inanan kimi hesab edirlər. Halbuki Allahın dini İslamdır. İslam dininin və İslam sözünün mənası barışıq, sülh, əminamanlıq, ədalət, əxlaq, əminamanlıqdır. Bu günlərim yer üzərində hansı dində ədalət var? Hansı dində əminamanlıq var? Hansı dində birlik var? Hansı dində qardaşlıq var? Hansı dində əxlaq var? Mən hələ bugünə kimi heç birisini görmədim. Ancaq Quranda Allahın dediyi İslamda ədalət də var, barışıq da var, qardaşlıq da var, birlik də var, əxlaq da var. Ona görə də mən insanları bugünə qədər düzdür, mən Allaha sonsuz şükürlər olsun ki, 22 il bundan öncə Allah məni bu xalqımızın, bu millətimizin içərisindən qaldırdı ki, insanlara düzgün nümunə olmaqdan ötürü və insanlara Allahın mənim üzərimə Qurandan vəhy ilə açıb öyrətdiyi ayələrlə insanlara bölüşüm ki, insanlar həqiqi dinini görsünlər. Bu günlərim insanların Allah yolunda atdığı hər bir addım və xidmətləri baxırsan ki, Allahın Quranı ilə uyğun gəlmir. Allah bu Quranda bizə, indi bugün insanlar el arasında buna namaz deyirlər, əslində Quranda salavat salatdır. Və yaxud da oruç deyirlər, o siyamdır, bizim dildə pəhriz deməkdir. Yəni bunlar hamısı Allahın Quranda olan qanunu ilə olmalıdır. Ancaq yer üzərində bir dənə insan yoxdur ki, o insanlar o Allahın qanunu ilə yol getsinlər. İstər namazlarını, istər orucunu, istər zəkatını, istər sədəqəsini, istər ehsanı, istər qurbanı, istər qisası, cihadı, həcci, heç biri bu yer üzərində olan insanların Allahın Quranda dediyi kimi deyil. Allah buyurdu ki, mən insanları və cinləri yaratdım ki, mənə bəndəlik eləsinlər. Ancaq insanlar Allaha yox, Allahdan başqalarına bəndə, yəni Allahdan başqalarının əmrini yerinə yetirirlər. Ona görə də mən bu Quranda olan ayələrlə mən sizlərə inşallah Allahın izni ilə bütün mövzularda Allah yolunda atılan hər bir addım və xidmətlərini Qurandan sizə hökmünü söyləyəcəyəm. Allahın izni ilə inşallah gələcək videolarımızda və ondan sonra hər bir kəsin də sualının cavabını vermək üçün də mən hər gün demək olar ki, 3-cü, 6-cı gündən başqa axşamlar saat 9-da canlı yayımda oluram. Yəni kim istəsə gələr o da suallarını verər. Mən də Allahın ayələrinə görə o sualların cavabını inşallah işıqlandıraram. Allah hamınızdan razı olsun. Bütün təriflər Allah üçündür, Rəbbidir aləmlərin.